Allah sənad verirəm izzətivə, cəlalıva, kərəmivə, rəhmətivə, mərhəmətivə. Bu əllər ki sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız budur. İmam zamanımızın zuhurun təcil elə. Allahım bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. Bizi, qəlbimizi islah edənlərdən qərar ver. İlahi və Rəbb günahlarımızdan əfv və qələm çək. Allahım dualarımızı qəbul elə. Allah və Rəbbim namaz qılmayan qardaş bacılarımdır. Namaz qılmaq onlara nəsib elə. İcaba riayət eləməyən ana bacılarımız var. İcaba riayət eləmək onlara nəsib elə. Allahım, onlar ki mənə xəbər göndəriblər, dua istəyiblər. O qardaş bacılarımın dualarını qəbul elə. Ekran arxasında əyləşənlər var, əllərin səmaya qaldırırlar. Onların hacətlərini rəva elə. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbb, sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. Allahım, şəhidlərimizi əhl-i beytlə məhşur elə. Şəhidlərimizin yaxınları, ailələri, övladları, Allahım, onların qəlblərinə huzur və səbr nazil elə.